Salam. Nisa suresi 58. ayet. Allah buyurur ki: "İnna Allah ya'murukum en tu'addul emanete ila ehliha." Həqiqətən Allah sizə əmr eləyir ki, əmanətləri əhlinə qaytarın. Əmanət əhlinə qayıtmalıdır. Əmanət nədir? Əmanət nədirsə, hər şeydə yəni, onun əhli də kimdirsə, onu onun əhlinə qaytarmaq lazımdır. Qaytarmayan adam əmanətə xəyanət etmiş sayılacaqdır. Dalınca buyurur ki, və izə həkəmtum beynən nas, və nə zaman ki insanlar arasında hökm versəniz, ən təhkumu bil ədl, bərabərliklə hökm verin. Eyni hökm verin. Adil olun hökmdə. İnnallaha ni'mmə ya'idukum bihi, həqiqətən Allah sizə gözəl bir tərzdə öğüt verir onunla. İnnallaha kana semi'an basira, həqiqətən Allah eşidəndir, bəsirət eləyəndir. Əziz qardaşlar, çox xahiş edirəm. İmkan verməyin ki, hər yoldan keçən insan sizə gəlsin. Allahın ayətlərində o elə deyil, bu belədir, bu belədir, o elə deyil. Qardaş, hər şeyin bir üslubu var, bir tərzi var. Siz canınızı xəstələnəndə onun mütəxəssisinə əmanət edirsiniz. Və yaxud da ki, yemək məsələsində onun mütəxəssisi, ev tikdirəndə onun mütəxəssisi, yəni hər sahədə o sahənin mütəxəssisi olan, onu dərinləməsinə, gözəl bilənə müraciət edirsiniz. Belə isə din məsələsində də, belə deyək, nə öz kefimiz istədiyi kimi, nə də başqalarının kefi istədiyi kimi hərəkət edə bilmərik. Yüz ölçüb biz bir piçəcəyik. Deyirlər ki, bəziləri məsələn bizim müsəlmanların arasında olan bu ixtilafları, əslində həqiqi müsəlmanlar arasında ixtilaf olmur. Müsəlman kimi görünüb, sonra başlayıb hərə özünə alim kəsilib, hərə özünə bir fikir geridib, o elə deyil, bu belə olmalıdır deyə danışan adamların arxasına düşüb bir-birinizi qırmağın, bir-birinizi incitməyin nə mənası var? Bu ayətə əməl edilmədikcə vəhdət təşkil olunmayacaqdır. Hamınız yaxşı bilirsiniz ki, hər şeyin bir əhli var. Məsələn, mən əgər bir ayət oxuyuramsa, ayətdə anlaşılmazlıq varsa da, mənim üçün başa düşülməzlik varsa da, mən onu öz beynimə görə yozası deyiləm. Çünki bilmədiyim bir dildən danışır. Məsələn, bax, adi bir dənə sizə söz deyim. Rus dilində qabağıma bir şey çıxır. Əgər mən rus dilini bilmirəmsə, götürüb oradakı sözləri beynimə görə, kefimə görə o sözləri səsləndirib bizim sözlərə bənzəyən sözlər mənası ona yükləyib yozmuram. Onu neyinirəm? Əhlinə soruşuram. Rus dilini bilən birinə deyirəm ki, burada nə demək istəyir? Əgər mən onun əhlinə onu soruşmasam, orada o sözün həqiqətən nə məna verdiyini öyrənməsəm, mən sadəcə kimi aldatmış olacam, özümü aldatmış olacam. Əgər mən o yazını götürüb, rus dilində olan bir yazını, rus dilini bilməyən insanların qabağına çıxıb, özümü rus dilini bilən kimi göstərib, bu ruslar səhv eləyibdir, bu sözün mənası budur, bu belə deməkdir, bu söz bu deməkdir, o söz o deməkdir danışsam, eyni zamanda o kütləni də aldatmış oluram. O kütlədə özü aldanmaq istəyir deyə onu aldatmış oluram, amma elə onlar ona layiqdirlər. Çünki sən ancaq belə de, kimi aldada bilərsən, o aldanmaq istəyəni aldada bilərsən. Ağıllı adam o sənin hər danışdığını araşdıracaqdır, baxacaqdır. Axmaq adam da elə düşüb onun dalınca gedəcəkdir. Bu bir ayət. Davamında ayət nə deyir? Nisa 59. Ya eyyuhəl-ləzina amenu. Ey iman edən kəslər, Allaha itaat edin və Rəsula itaat edin və sizdən olan əmir sahiblərinə itaat edin. Din məsələsində əmanət əhlinə qayıtmalıdır. Əmanət, bunun əhli kimdir? Nəbi rəsulları idi. Vəfat etdi, indi kimdir? Ulul əmirdir, əmir sahibləridir. Baxın, Allaha itaəti gerçəkləşdirmək üçün Rəsula itaət şərtdir. Rəsula itaət olunmadan Allaha itaət gerçəkləşmirdi. Rəsul nə deməkdir? Elçi. Elçi mənası nədir? Yəni göndərilən. Göndərilən neçə şey var? İki şey var.
Bir şəxs seçilir və ona bir şey göndərilir, vəhiy göndərilir ki, göndərilən birinci elçi vəhiy olur və o kimə gəlirsə, o vəhiy ilə cəmaata gəlir, göndərilir ki, onun özü də elçi olur. İndi o kitab tamamlanıb, göndərilən kitab tamamlandığı zaman kitab olaraq elçi, Rəsul içimizdədir. Amma onu təbliğ edən şəxs nəbi olan vəhiy kimə gəlmişdirsə də o vəfat etdi. Və yaxşı biz bu kitabda anlaşılmazlığa düşəndə bunu hara müraciət edirik, kimə müraciət edirik, kimdən soruşuruq? Bunun cavabını da sizə ayətlə verəcəm. Birinci bildik ki, nədir? Allaha itaət, Rəsula itaətlə gerçəkləşir. Rəsula itaət nə ulul əmrə itaətlə gerçəkləşəcəkdir. Çünki Nəbi Rəsul əgər davamlı qiyamətə qədər olsaydı, ulul əmr kəlməsi arxasıca gəlməzdi. Fəin tənazətum, əgər bir məsələdə ayrılığa düşsəniz, yəni firqə yaransa, bir çəkişmə olsa bir şey barəsində, onu Allaha və Rəsula qaytarın. Deməli, ulul əmr o kəsdir ki, onu belə deyim, Allaha qaytarmağı, Rəsula qaytarmağı bacarır. Allaha nətər qaytara bilərsən? Yəni kitaba qaytarmağı bacarır. Buradan anlayırıq ki, davamlı olaraq aramızda olacaq Rəsul kitabdır. Və bu kitaba qaytarılan şey Allaha qaytarılmış sayılacaq. Zaten ənənəvi din adamları da bir şey Allaha qaytarmağın bugün Qurana qaytarmaq olduğunu deyir. Amma Rəsula qaytarmağı öz kitablarına, öz hədis kitablarına qaytarmaq olduğunu deyirlər. Zaten onlar Rəsulun bugünkü hədis kitabları olduğunu iddia edirlər. Yəni bunu inkar eləmirlər. Doğrudur ya yox. Sadəcə ayırıblar. Deyiblər Allaha qaytarmaq, Qurana qaytarmaq deməkdir. Rəsula qaytarmaq isə Rəsulun adından yazılmış hədis kitablarına qaytarmaq deməkdir. Və bu qaytarma qabiliyyətini kim bacarırsa ona ulul əmr adı veriblər. Yanılgı buradadır ki, əslində Allah və Rəsulu ayrı şey deyil. Zaten Allah elçisi sağ olsa belə İnsanlar bir şeyi Allaha qaytarmaq üçün Rəsulun yanına getməli olmalıydı. Bundan sonraki ayələr də zaten tağuta gedirlər. Rəsulu qoyub tağuta gedirlər. Onu ortaya qoyur. Deməli, Rəsula getməlidirlər. Çünki Allahın nazil edilən şeyə Rəsula gəlin deyildikdə münafiqlərin üst döndərib getdiyini 61-ci ayətdə Allah ortalığa qoymuşdur. 60-61'i oxusaz 65'e qədər açıqlanır. Yəni demək istədiyim məsələ burasındadır ki, ənənəvi dinin özü də qəbul edir ki, Rəsula qaytarmaq kitaba qaytarmaqdır. Amma kitabın adını səhv saldılar. Onlar dedilər ki, Allaha qaytarmaq Quran kitabına qaytarmaqdır. Rəsula qaytarmaq isə hədis kitabına qaytarmaqdır. Amma biz deyirik ki, elə Allahla Rəsulu ayrı şey deyil, elə elçi sağ olan vaxtda da, indi də hər zaman Allaha qaytarmaq da, Rəsula qaytarmaq da vəhyə qaytarmaqdır. Və bunu qaytarmağı bacaran adama ulul əmr sahibi deyilir. Kim bacarır bunu və necə etməlidir, onu da Quran bizə göstərəcəkdir. Ayənin davamı buyurur ki, İn kuntum tu'minu billah, əgər siz Allaha iman gətirmişsinizsə də bunu belə eləməlisiniz, yəni. Bəli. Dalınca ayə buyurur ki, وَالْيَوْمَ الْآخِرِ Ahirət gününə ذَلِكَ xayrun Bu xeyirli olandır və əhsənə təvil təvil baxımından ən gözəl olanıdır. Yəni, əgər Allaha ahirət gününə iman gətirmişsinizsə də nə etməlisiniz? Allaha və Rəsuluna qaytarmalısınız. Deməli, kim Allaha və Rəsuluna qaytarmırsa da və yaxud da qaytara bilən birinə müraciət eləmirsə də, o zaman o adam Allah və axirətə iman gətirməmiş adamdır. Allah deyir, ən gözəl təvil, xeyirli olan, xeyir baxımından ən gözəl yorum budur ki, belə eləyəsiniz. İndi insanlar, neyinirsiniz siz? Siz kimə ulul əmr deyirsiniz, kimə qaytarırsınız? Kim sizi Quranda anlamadığınız şeyləri kim açıqlayır sizə? Nəfsinizə, həvanıza xoş gələcək fikirləri söyləyənləri ulul əmr mi qərar verdiniz? Siz məsələn, o yoxdur, bu yoxdur. Baxırsınız, görürsünüz, siz kimdə sizin dediyinizi deyir. O olur sizin üçün ulul əmr, ondan yaxşı adam yoxdur, eləmi? Elə bilirsiniz ki, ona yaxşılıq eləyirsiniz. Əslində onu da bədbəxt eləyirsiniz, özünüz də bədbəxt eləyirsiniz. Əslində o da sizi bədbəxt eləyir, özünü də bədbəxt eləyir. Niyə bir-birinizi aldadırsınız? Allah Bəqərə surəsində demirmi ki, onlar Allahı və möminləri aldatmağa çalışırlar. Halbuki onlar özlərini aldadırlar. Lə təş'urun. Amma şuurunda deyirlər. Bunu belə anlamırlar yəni. Yaxşı, gəlin görək ulul əmr
Olan kəslər hansı kəslərdir? Onlar nətər qaytarırlar? Qaytarma qaydasını isə 83-də buyurur. Və izə cəəhum əmrun minəl əmni əvəl xavf. Qorxudan və əminlikdən bir əmir onlara gəldikdə, sizə yox onlara, gəldiyi zaman, nə zaman onlara əminlik və qorxu haqqında bir xəbər gəlir, bir əmr gəlir, bir iş gəlir. Yəni, ola bilər ki, sənin üçün bir qorxulu bir şey, bir məsələ çıxdı ortalığa və yaxud da sənə güvəncə üçün bir məsələ çıxdı ortalığa. O barədə olan məsələ, yəni Qur'anın bir ayəsi də ola bilər, həyatdakı bir işiniz də ola bilər ki, nəticədə bunun qorxu da ola bilər, güvən də ola bilər. Bunun axırı əminliklə bitə bilər, qorxu ilə bitə bilər. Təhdidlə də bitə bilər, müjdə ilə də bitə bilər. Anlaşıldı? Bir xəbər gəldiyi zaman əza'u bihi, onu yayırlar. وَلَوْ رَدُّهُ إِلَى الرَّسُولِ وَإِلَى أُولِي الْأَمْرِ مِنْهُمْ. Əgər onu Rəsula döndərsəydilər və ya özlərindən olan əmir sahiblərinə döndərsəydilər. Fikir verdiniz? Yəni döndərə bilirsiniz, özünüz Rəsula döndərin. Özünüz Rəsula müraciət eləyin. Rəsul Qurandır ha. Bu günlər Rəsul Qurandır. Nəbi vəfat etdi. Bu gün Rəsul Qurandır. Döndərə bilirsənsə özün Rəsula döndər. Döndərə bilmirsənsə də onu Rəsula götürə bilənə döndər ki, o ulul əmrdir yüce. Ayət açıq və nətdir yəni. İndi bu günləri bu ayəni oxuyan, özünə Rəsul deyən adamlar, bu ayəni hara götürürlər? Qurana götürürlər, düzdürmü? Özünə Rəsul deyən adamlar nə inirlər? Öz ağıllarına görə davranmırlar ki, Qurana götürürlər, elədir ya yox. Əgər diqqət elə, sən ondan yaxşı götürə bilirsənsə də onu Qurana, o zaman onun özü nəyə Rəsul olmalıdır ki? O nətər Rəsuldur onda? Rəsul o kəsdir ki, hər kəsdən daha yaxşı istinbat edə bilsin. Çünki ayənin davamı istinbatı ortaya qoyacaqdır. Baxın, baba bu kəlməni ortaya qoyacaqdır. İşin iç yüzünü araşdıra bilmə qabiliyyəti var adamda. Sən ondan daha yaxşı araşdırırsansa da onun nəyinə Rəsul deməlisən ki onda? Deməli, indi Məhəmməd Peyğəmbər özü sağdırsa da və bir məsələ gəlibsə də sən onu götürürsən o Rəsula, Nəbi Rəsulda, o nağarır, kitaba götürür də, vəhiy ilə onu sağ cavablandırır. Nəfsinə görə cavab verə bilməz ki. İstinbatı harda eləyir Rəsul orada? Kitabda eləyir də. İndi vəfat etdi. Onun vəzifəsini daşıyan adamlar nağarırlar, kitaba götürürlər. Deməli, əsl Rəsul Quranın özüdür. Nəbi sağ olsa da əsl Rəsul Quran'da elə. Amma Nəbi də o sifətlə sifətlənir, çünki vəhiy ona gəlmişdir. Onun özü də vəhiy ilə göndərilib bizim içimizə, seçilib, məbus qərar verilib. Amma vəfat etdikdə, baxın, burada gördünüz, Allah kəlməsi gəlmədi. Allahla Rəsulun arasını ayıran hədisçilər, məsələn, deyirlər ki, Allaha götürmək, Qurana götürməkdir. Rəsula götürmək, hədisə götürməkdir deyirdilər. Amma burada görsən, Allah sözünü gətirmədi Allah. Rəsul və ulul əmr gəldi. Deməli, Allaha götürmək elə Rəsula götürmək olduğuna görə Allahın burada gəlməsi ehtiyac qalmadı. Rəsula götürdüyün zaman zaten Allah'a götürmüş olursan, burada ücə hədis aradan çıxmış olur. Anlaşıldı demək istəyirəm. Və ilə ulul əmir və əmir sahiblərinə götürsəydilər deyir. Davam edir. Nə olardır? Allah deyir ki, لَعَلِمَهُ الَّذ۪ينَ يَسْتَنْبِتُونَهُ مِنْهُمْ. Onlardan hökmən istinbat etmə qabiliyyəti, yəni hadisələrin həqiqətini, o iş barəsində olan Allahın buyruqlarını araşdırıb tapma, iç üzünü ortaya çıxartma qabiliyyəti olan kəslər hökmən onu bilərdilər. Və ləvlə fazlullah. Əgər Allahın üzərinizdə olan lütfu olmasaydı, aleykum sizin üzərinizdə olan lütfu, artırması və rəhməti olmasaydı, لَتَّبَعْتُمُ الشَّيْطَانَ إِلَّا قَلِيلًا. Azınız istisna olmaqla hamınız şeytanın izinə düşərdiniz. Şeytanı izləyərdiniz. Şeytan kimdir burada? İstinbat etmə qabiliyyəti yoxdur. Qanacağı, əxlaqı yoxdur. Oturub mənə güya cəmaata din danışır. Avam bir kütlədə heç bilmir ha, adam düz deyir, yoxsa yanlış deyir. Sadəcə həvasına və nəfsinə xoş gələn sözü deyir, düşüb onun dalınca bəh-bəh deyə onu izləyir. Ona da kimsə nəsə bir söz deyən kimi o saat başlayırlar onu daşa tutmağa ki, sənin bizim bütümüzlə nə işin var?
Niye? Niye özünüzü aldadırsınız? Siz ne fərqiniz qaldı ki ənənəvi din adamlarla? O boyda ənənəvi din adamları haqqında 100 dənə fikir söyləyirik, video hazırlayırıq, birinin səsi çıxmır. Nə olub sizə? Özgə bax bizə deyirlər, özləri axşama kimi canlılarda məni, nə bilim bizim nə qədər qardaşlarımızın adını çəkərək, ünvanına, ağızlarına gələn sözləri danışırlar. Heç birimizin səsimiz çıxmır. Amma biz bunlar haqqında nəysə bir söz deyən kimi, bir fikir paylaşan kimi, bir video qoyan kimi və yaxud da nəysə olan kimi o saat aləmi qatırsınız bir-birinizə. Nə olub Nədir dərdiniz? Birliyə gəlin deyirik, gəlmirsiniz. Qardaş, sizə deyəndə ki, bu sözün həqiqəti budur, yenə bağladı ərəbə, yenə deyirsiniz bu, yenə apardıq, nə bilim, qrammatika beləcə. Qardaş, özünüz axşama kimi ərəbcə sözlərdə danışırsınız, sözlərə məna da verirsiniz. Biz bir dildən danışıq, siz 1000 dənə dildən Akkad dili belə gəldi, filan dil belə getdi, 1000 dənə söz danışırsınız. Heç kim etiraz eləmir. Nədir dərdiniz? Əmanəti yəsinə niyə qaytarmırsınız? Heç gedib həkimliklə əlaqədar olan bir məsələni çobandan öyrənirsinizmi? Yox. Qardaş, bu Qur'anın orijinalı, bu üstündə yazılan bu buradakı bütün bu tərcümələrin hamısı bundan götürülübdür. Altında kəlmə olaraq siz buradan oxuyursunuz, buradan götürüb oxuyursunuz. Amma mən buradan oxumuram da, mən bunun özündən oxuya bilirəm də. Qardaş, sizdə bir dənə z hərfi var, ərəbdə 4 dənə z hərfi var. Sizdə bir dənə s hərfi var, ərəbdə 3 dənə s hərfi var. Sizdə bir dənə t hərfi var, ərəbdə 4 dənə t var. Yəni bu Quranda, ərəb deyəndə də xətrinizə dəyir. Quran deyək. Sizdə bir z hərfi var, bu Quranda 4 dənə z hərfi keçir. Və hər hərfi dəyişdikcə sözün mənası dəyişir. T bir dənə sizdədir, ərəbdə 2 dənə t var. S 3 dənədir, sizdə bir dənə s var. Sizdə qadınlıq, kişilik cinsiyyətini bildirən ədatlar yoxdur, ərəbdə o var. Şəxs əvəzliyi sizdə cəm və təkdədir, ərəbdə ikiliyi də var, təki də var, cəmi də var. Ad cəmi var, çox cəmi var. Cəmi qillə var, cəmi ulcumu var. Yəni qardaş, bu qaydasıdır da, bu Quran boyu üslubdadır. Amma sən bunu niyə inkar edirsən? Ona bir topluma nifrətin var, kinin var. Deyək ki, ərəbdən zəhlən gedir. Amma qrammatikanın, dilin nə əlaqəsi var bundan? Milliyyət pis deyil, şəxslər pis ola bilər. Tamam edək. Tövbə 122-yə diqqət eləyək. Qardaş, ulul əmr kimlərdir? Allah Tövbə 122-də buyurur. وَمَا كَانَ الْمُؤْمِنِينَ لِيَنْفِرُوا كَافَّةً Qoy möminlərin hamısı bir dəfə, bir yerdə, toplu olaraq bir şeyin arxasınca düşməsinlər. Bir səfərə çıxmasınlar, deyir. Neysə nüfur etməsinlər. فَلَوْلَا نَفَرٌ مِنْ كُلِّ فِرْقَةٍ minhum, qoy onların hər dəstəsindən bir firqə, hər toplumdan bir firqə, bir tayfa neynəsin? لِيَتَفَقَّهُ فِي الدِّينِ Dində fəqih olsun, deyir. Qardaş, dində fəqih olmaq üçün müəyyən bir devir keçirməlisən, oturmalısan, Quran üzərində mütəxəssis olmasan. Adam gəlib deyir ki, mənə Quran yetər deyib, əlinə alır, oturur, mütəxəssis kəsilib sanki ma. Güya söküb, bu bütün ayətlərin yerini sökür. Qardaş, eləyə bilmirsiniz axı. Bu səhvinizi göstərəndə də adamı topa tutursunuz. Niyə? Dində fəqih olmalısan, dərinləşməlisən. Burada din deyilən şey nədir? Quran. Sən Quranda fəqih olmalısan, fəqih. Fiqh eləyə bilməlisən, dərin düşüncəyə rasixinə fil elm olmalısan. Əhlə zikir olmalısan. Yoxdur hələm o. Yalandan sinənizə vurmaqla deyil, yoxdur. Mən istəmirəm biyavırçılıq eləyəm. Çıxaram canlıda, tutaram hər kəlmənin ucundan deyirəm, bu nə deməkdir, bu nə deməkdir. Bu niyə belə gəlib, bu niyə? Eləmək istəmirəm. Rüsva eləyərəm Allah'ın olsun. Çıxaram canlıda, prosto adam deyəcəklər ki, qardaş qardaşın ayıbını tökür. Amma bu qardaşlıqdan çıxıbdır. Bu mənim dinimi ələ salmaqdır. Siz mənim dinimlə oynayırsınız. Siz İslamla oynayırsınız. Siz dini oyuncağa çevirmişsiniz, xəbəriniz yoxdur bundan. Artıq yetər. Ya durmalısınız, ya da ki eyni ilə
necə şiələrlə, necə sünnilərlə dinə bu qədər iftiralarına görə mübarizə aparırdıq. Sizlə də o mübarizəyə girişəcəyik. Qardaşlıq da, zad da, dostluq da hamısı qalacaq bir qırağa. Bu işin sonunda ölüm də olsa, amma belə deyək də, mən həmişə deyirəm, insan vuruşanda da mərdcəsinə vuruşmalıdır. Əxlaq qaydalarına riayət eləyəcəyik. Bir-birimizin şəxsiyyətinə, mənliyinə, mən niyə çəkinmişəm, dala durmuşam? Qorxumdan olmayıb, Allah şahiddir. Bir şeydən çəkinmişəm. İstəmirəm özümə söydürəm. Mən öz şəxsiyyətimə hörmət qoyan adamam. Qabağımdakı da şəxsiyyətləri daim hörmət qoymağa çalışmışam. Nə söyməmişəm, nə təhqir eləməmişəm. Hər kim ki, Quranda da Allah bir-birinizi söyməyin. Allah pis sözün aşkar deyilməsini qadağan etmişdir. Əgər kim bu qanunlara riayət eləməsə, zaten o adam həqiqətən dindən çıxmışdır. Həqiqətən o adam Allahın əmrindən çıxıbdır. O adam münafiqdir. Anlaşıldı demək istəyirəm. O adam zalimdir işə. Allah sadəcə pis sözün o zaman aşkar deyilməsinə izin verir ki, ona neyniyə söylə, zülm oluna, bəli, o da eynisi ilə, misli ilə cavab qaytarar. Təbii ki, mən özümü o səviyyə də qoymaram heç. Pisliyi, o cür şeyi pisliklə o cür qaytarmaram. Amma ona da imkan vermək istəmirəm. Mən görmüşəm, bəzi adamlar görmüşəm, ad çəkməyəcəm burada da. Canlıdan necə nalayiq söyüşlər söydüklərini, necə ağıza gəlməyən ifadələr işləndiyini, mən o adamlarla hansı dini diskusiyaya girişə bilərəm? Sözüm çəpləşdiyi zaman kim atfı çatdı ki, o adam ağzına açıb o özür söylə, bu işin axırı qana da gedib çıxa bilər. Mən durduğum yerdə nəyə görə kimisə öldürməliyəm və yaxud da kimsə məni vurub öldürməlidir? Açıq deyim, kimsə ola bilər hansısa sözü yesin. Ola bilər kimsə hansısa sözü qəbul eləməsin, hansısa bir sözü uçsun, belə reaksiya verməsin. Mən o işin axırında ölüm də olsa ölərəm, amma ona göz yummaram. Çünki biz adımız üçün, təmiz adımız üçün yaşayan insanlarıq. Mən ləkələndən sonra qürursuz bir gün yaşamaqdansa da bir saat adam kimi yaşayıb ölmək daha yaxşıdır. Yəni, ən azından ölərəm, amma qabağımdan haqqımı alıb gedərəm. Zaten bu dünyaya ölməyə gəlmişik. Ölümdən qorxan namərd. Ölümdən qorxan namərd. Mənim ölümdən çox bir dənə Allahın qarşısında, nə bilim, onun qəzəbinə duçar olmaqdan qorxum var. Bir də təmiz adımı, Allahın mənə verdiyi o təmiz adı ləkələyərək ölmək qorxum var. Vəssalam, başqa mən bir qorxum yoxdur. Təmiz adımdan ölmək mənim üçün şərəfdir, yəni. Heç kim məni heç dənə qorxuda bilməz. Allah bizlərin vəkilidir. Sözüm bu deyil. Yəni Allah deyir ki, qoy sizdən bir dəstə, hamı birlikdə bir şeyin dalınca düşməsin. Qoy hər tayfadan bir dəstə geçsin, neynəsin, fəqih olsun. Qardaş, öyrənməlisiniz. Deyir ki, şeydə nə deyir, Çinqaçuk deyir, nə deyir, meşələrdə yaşayan adamların, onların ağarsın. Nətər ağarsın, qardaş? Onların da içindən bir nəfər getməlidir, Allahın kitabını öyrənməlidir, o dində fəqih olmalıdır və qalxıb öz tayfasını, öz qövmünü qorxutmalıdır, Allahın əmrini çatdırmalıdır. Allah düstur qoyub Tövbə 122-ni nətər göz ardı edə bilərsiniz? Nisa 58-59, siz Nisa 83-ü, Tövbə 122-ni hara qoyursunuz siz? Bu hökmü nətər gizlədə bilərsiniz? Bu Quran ərəb dilində olduğuna görə Allah bu hökmü qoyur 122-yə. Əgər Quran hər kəsin anlayacağı, hər kəsin oxuyacağı bir dildə bir kitab olsaydı, Allah niyə desin ki, geçsin bir dəstə qoy sizdə dində fəqih olsun? Ya bu görmək, bu qədərmi? Bu ayəti görüb gizlədənlərə Allah lənət eləyir, xəbəriniz olsun. Bəqərə 159, 160, 161 var. Allahın şahidliyini gizlədənlər lənətlənir, zalim adlanır. Axırıncı ayəmiz Nəhl surəsi 43-cü ayət buyurur: "Və mə ərsəlnə min qablika illə ricalan nuha ileyhim fəsəlu əhləz-zikr in kuntum la ta'lamun." Biz elçilər səndən öncə də kişilər, ricallar göndərdik. Qoy belə deyək, ricalı da indi deyirlər tək kişi deyil, qadınlar da hat eləyir. Qadın da rəsullardır. Yalnız rəcullar göndərdik deyir, özlərinə vəhy olunan, amma nədəndirsə Quranda o kişi ricallar adları çəkilibdir, yəni onlara rəsul, nəbi deyilibdir, amma qadın rəsul olaraq, nəbi olaraq keçdiyi bir dənə ayət yoxdur.
Devam edək. Nuha eleyhim fəsəlu əhlə zikr. Beləliklə biz onlara neylədik? Vəhy elədik deyə deyir. Belə isə zikr əhlindən soruşun, araşdırın. İn kuntum la ta'lamun. Əgər siz bilmirsinizsə də. Bilməyən adamlar zikrin əhlindən qoy soruşsun deyir. Zikrin əhli kimdir? Kimdir? Ənbiya surəsinin 7-ci ayədə də keçibdir bu ifadə. Zikrin əhli kimdir? Allah'ın nazil ettiği kitabın ehli var. Allah da der emaneti ehline qaytarın. Yani zikrin ehli, zikir hakkında bir söhbət varsa da onun ehline qaytaracaqsan o söhbəti ki Allah kitabında bunu ne der? Eğer bilmirsinizsə kardeşim Allah ne der? Nisa 58'de emaneti ehline qaytarın der, düzdür? Burada deyir ki bilmirsinizsə zikrin ehlinden soruşun, düzdür? Ve ehl ikisi de eynidir mi? Ve bunların ulul emr olduğu deyilir. Onlar istinbat etme kabiliyetindedir deyir. Eğer Allah'ın bu fəzli olmasaydı size rəhmət, ağzınız çoxunuz şeytana uyardınız, ağzı istisna olmakla deyir. Ve o ulul emr de fəqih olmalıdır deyir. Ne axtarırsınız siz? Kim axtarırsınız? Bu deyilən ayetleri ne olur bir araya getirin. Size ant veririm Allah'a. Size ant veririm Allah'a. Size ant veririm Allah'a bir araya getirin. Oturun bir düşünün. Az əyib bükün. Özünüzü aldatmayın. Kimse 5 günlük bu hayatta güzel bir hayat yaşasın deyin. Hele bilmir ha tuttuğu işte gördüğü kurduğu plan baş tutacak yoksa yok. Bəlkə də iş tutmadı. Yalandan elə ortada əyib büktün bu boyda insanı aldattın. Bu özünü de aldattın. Axırda da istədiyinə nail olmadın. Planın da baş tutmadı. Vallahi özünüzü bədbəxt edirsiniz. Bu nə verirlər sizə? Düşünürsünüz ki gələcəkdə özünüzün bir söz işlədirlər bəziləri. Auditoriya toplamaq. Auditoriya toplayıb ətrafınıza kütlə toplamaqla elə bilirsiniz ki bəzilərinin etdiyini edə biləcəksiniz. Yoksa şirnikipsiniz. Elə başa düşürsünüz ki kimsə özlerini Resul elan etti, Nebi elan etti, evler tikdirdi, ne bileyim böyük bir gruppalar yarattı, sektalar kurdu ha. Yaxşı pullar. Elə bilirsiniz ki siz de deyirsiniz biz onlardan nə yəsiyik, biz de eləyə bilərik. Elə düşünürsünüz. Dini yersiz bilirsiniz yani. Bu dini başsız sayırsınız. Vallahi rüsvay olacaqsınız. Billahi rüsvay olacaqsınız. Eğer böyle bir şey etmek niyyətinizdəsinizsə də, belə bir fikriniz varsa da dönün bu fikrinizdən. Sonra bak bu sesime qulaq astığınız zaman oturun bir dənə yaxşı fikirləşin. Deyirəm bəlkə bu adam haqlı deyə bilir. Haqqı deyir. Bəlkə bu düz deyə bilər. Eğer yenə də məni səhv görürsünüzsə də, özünüzü düz bilirsinizsə də, o zaman deyəcək bir söz yoxdur. Gözləyin. Mən də gözləyirəm. Allah'ın şiddətli əzabının kimə gələcəyini tezliklə görəcəksiniz. Salam olsun hidayətə tab olanlara.